Hər vaxtınız xeyir olsun, dəyərli TikTok izləyicilərim, xoş gördük sizləri. Dəyərli dostlar, bu gün yenə də Xəzər rayonu Binə Safxoz qəsəbəsindəyik. Belə gözəl yola cəmi 300-400 metrə məsafədə dəyərli dostlar. Yola cəmi 300-400 metrə məsafədə İmam Həsən məscidindən sola Dövran inşaatın yanında dəyərli dostlar. Belə bir gözəl 2 mərtəbəli paket kupça evimizin canlısındayıq dəyərli dostlar. Çəkilişindəyik. Gördüyünüz kimi otaqlar çox genişdir, səliqəlidir. Yeri laminat, monolit betondur dəyərli dostlar. Hamamın bütün aksesuarları qoyulacaq. Hamam da çox genişdir. Gördüyünüz kimi burası ikinci bir yataq otağıdır dəyərli dostlar. Evimiz çox səliqəlidir. Çöl görünüşündə də sizi tanış edəcəm dəyərli dostlar. Üçüncü bir yataq otağıdır. Bura ümumilikdə belə böyük, geniş, işıqlı bir qonaq otağıdır dəyərli dostlar. Burası da mətbəxdir. Gözəl, böyük bir mətbəxdir. Pəncərələrdə öz həyətinə baxır. Evimiz çox super bir evdir dəyərli dostlar. Super bir evdir. Çıxaq, çölü ilə də tanış olaq dəyərli dostlar. Çıxan kimi burada belə bir plaşatkadır dəyərli dostlar. Çay içməyə belə bir plaşatkası var. Gördüyünüz kimi pilləkənlə düşürük dəyərli dostlar. Bu evimizin çöl görünüşüdür. Gördüyünüz kimi belə bir 2 mərtəbəli evdir. Çöl görünüşüdür. Böyrünə başına keçməyə yol da var. O da var dəyərli dostlar. Baxın. Girən kimi bax belə bir həyətə girən kimi belə bir pilləkəni var. Bax belə bir gözəl evdir. Burası da qaraj hissəsidir. Belə bir qarajı var. Burada da girən kimi belə böyük bir dənə zaldır. Burada böyük bir dənə zaldır. Burada təkrar bir otaqdır. Burası 2 otaqdır. İkinci otaqdır. Burada da sanitar və sanitariya qovşağıdır. Birinci mərtəbədə də var. İkinci mərtəbədə də var dəyərli dostlar. Evimiz paket kupçadır. Monolitdir dəyərli dostlar. Fundamentin betonu ilə. Evimizin qiyməti isə dəyərli dostlar 120 minə deyilir. 120 minə deyilir. İnşallah reallıq olsa endirim də olunacaq. Qazı, suyu, işığı, hər bir kommunalı var dəyərli dostlar. Evimizdə 2 mərtəbəli bir evdir. Monolit betonla. Paket kupçadır dəyərli dostlar. Paket kupça. Allah xeyir versin.